Herkese salam, kanalıma xoş gəlmisiniz. İlk videomla qarşınızdayım. Dəftər qələmimi də almışam. Başlayaq. Hazırda bağ evimdəyəm və qərara gəldim ki, ilk videomu çəkəcəm. Çünki uzun zamandır ertələmişəm əslində bunu. Çoxdan istədiyim bir şey idi. Bu kanal hardasa 3-4 il öncə açılıb. Hekayəsini danışmaq istəyirəm, necə bu qərara gəldim. Deməli, bir gün sadəcə baxdım ki, yazmaq artıq mənə yetmir, mən danışmaq istəyirəm. Yazmaqdan əvvəlki həzzi ala bilmirəm, artıq danışmaq vaxtım gəlib çatıb. Və düşündüm ki, YouTube kanalı açacağım və orada danışmağa başlayacağım. Amma necə oldu? 3-4 il keçsə də hələ də mən bura video çəkməmişdim. Bunun səbəbi o idi ki, hazır hiss etmirdim, ertəliyirdim. Doğru zaman gəlmirdi. Mən doğru zamanın gəldiyinə inanan insanlardanam. Və bugün bu videonu çəkirəmsə, deməli doğru zaman gəlib. Deməli mən hazıram. Həm özüm, həm ruhum, hər cəhətdən hazıram. Həmin o 3-4 il öncəsində o videonun YouTube kanalını niyə açmışdım? Çünki o an istək gələndə, ümumiyyətlə bir şey istəyiriksə, o anın enerjisi ilə nəsə bir hərəkətə keçməliyik. Çünki o an yüksəlmirsən, artıq enerjin buna hazırdır. Sən bunu tam istəyirsən. Addım at. O an kiçicik bir addım nədirsə, onu at. Ertələmə. Mən də qəlbimin səsini dinlədim. Bilirdim ki, həmin ildə, həmin gündə bəlkə də video çəkməyəcəm, amma bir addım atdım. Gələcəyə bir addım, bir toxum səpmiş oldum. Və həmin toxum bugün cücərir. Mən indi videomu çəkirəm, sizinlə danışıram, qarşınızdayım. Demək ki, ürəyimizə bir şey gəlirsə, bir istək, ruhən hiss ediriksə ki, bu bizimkidir. Biz bunu həqiqətən də eləmək istəyirik və ruhumuz bizi çağırırsa, biz onu dinləməliyik. Dinləmək də nədir? Bir addım atmaq. Eşitdinsə əgər ruhunun səsini, bir addım at. Gerisi gələcək, inan mənə. Barbara Şerin bir kitabı var, Xəyal qurmaq zərərli deyil. İllər öncə orada bir şey oxumuşdum və YouTube kanalımı açmağın səbəbi də elə oradan gəlir. O hekayəni sizlə bölüşmək istəyirəm. Uşaq vaxtı hamımızın oynamaq istədiyi oyunlar var idi, sevdiyi oyunlar daha doğrusu və o oyunlarda sevdiyimiz obrazlar var idi. Mənim də həmçinin. Mən nəyi sevirdim? Mən uşaqlıqdan jurnalist olmaq istirdim. Daha doğrusu böyüyəndən sonra başa düşdüm ki, mən o zaman düzgün təyin etməmişəm, konkretləşdirməmişəm arzumu. Əslində mən jurnalist yox, mən aparıcı olmaq istirdim. Radio aparıcısı olmaq istədiyim uzun illər olub, lakin təəssüf ki, bunlar alınmadı. Və talih elə gətirdi ki, bugünkü gün artıq mövcud şərtlər altında mən burada öz kanalımı açıb sizinlə danışa bilirəm. Demək ki, həqiqətən də şərtlərə baxmaq lazım deyil və arzularımızı şərtləndirmək də lazım deyil. Çünki hardan yol açılacağını, hardan qapı açılacağını, sənə gələcəkdə hansı fürsətin veriləcəyini sən bilə bilməzsən. Mütləq bir yolu tapılacaq. Sən şərtləndirmə. Mən gedib bir televiziyada işləməyi seçmədim, bir radioda işləməyi seçmədim. Burada, öz kanalımda, azad şəkildə özümü ifadə etmək istəyirəm. Xəyallarımızı gerçəkləşdirmək üçün şərtlərə ehtiyacımız yoxdur. Mən oturub hansısa bir kanaldan mənə təklif gəlməyini gözləyə bilərdim. Ya da bugünkü addımı atıb, öz kanalımı açıb, səsimi sizlərə çatdırmaq seçə bilərdim. Və mən ikincini seçdim. Barbara Şerin kitabında da dediyi kimi, uşaqlığınızı xatırlayın. Uşaq vaxtı nəyi sevirdiniz? Hansı oyundan zövq alırdınız? Hansı obraz olaraq oynamağı sevirdiniz? Kim olmaq istəyirdiniz? Xatırlayın. Oturun bir dəftər qələm götürün, yazın. Mən uşaqlıqda nəyi sevirdim? Nələrdən zövq alırdım? İnanın, o uşaqlıqda sevdiyiniz şeyi xatırlasaz və onu eləməyə başlasaz, bu sizin daxilinizdəki uşağı da şəfalandıracaq. Çünki siz onunla təmasa keçəcəksiniz. Siz özünüzü, həqiqi sizi xatırlayacaqsınız. Bugünkü videonu bu qədər qısa tutmaq istəyirəm. Kanalıma abunə olub, məni izləməyinizi, videomu bəyənib, dostlarınızla paylaşmağınızı rica edəcəm. Növbəti videolarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.